Ha kişi, elə biz də sizin o dediyiniz sözlərə qoşulduq. Allahın köməyi ilə şəhidimiz Mehman qardaşımızın cəsədi gələr Azərbaycan torpağında, vətəni Əsgərabat kəndində dəfn olunlar. Biz də gələrik elə hər zamandakı kimi ziyarətimizi edərik və məzar önündə anamızdan və sizlərdən söz götürərik. Allah sizi var eləsin və bir daha qarşısında baş əyirik. Allah rəhmət eləsin cəmi şəhidlərimiz. Allah köməyiniz olsun. Siz ki bizi yaddan çıxartmayıbsınız. Allah sizi yaddan çıxartmasın. Borcumuzdur. Təşəkkür. Var olun. Var olasın. Bəhruz müəllim, bu günləri vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin hesabına rahat, sərbəst, azadıq. Hətta vətən uğrunda bədəninin müəyyən hissəsini qurban verib gecə səhərə qədər sızıltı ilə asan qazilərimiz, veteranlarımız və əsgərindən zabitinə kimi sürəyli bayraq altında bizi qoruyan ordumuz var. Allah hamısını qorusun deyirəm. Və bu gün şəhidimiz Mehman Xanşoğlu'nun ocağındayıq. İstərdim ki, siz də bir iki kəlmə buyur, ailəsi önündə deyəsiniz. Buyur. Dedin sən bu günləri ümumiyyətlə Biləsuvar rayonunda 3 şəhidimizin anım günüdür. Abbas Oğramin Daşdəmiroğlu, Noruz Ayazoğlu və hazırda evində, yanında anamızın yanında olan, valideyn olan Mehman qardaşımızın şəhadətinin günüdür və mən yenə deyirəm, mən evlərin hər birində oluram. Hər bir evin özünün bir valideynin xarakteri xüsusiyyəti var. Bugün evində olduğumuz nə qədər çətindir, o qədər məsuliyyətdir və şərəflidir. Çünki ailə var, insan olaraq həyatda övladın itirmək ayrı bir şeydir. Övladın itirib məzarı var, sadəcə olaraq ondan təsəlli tapır. Amma Mehman və Mehman kimi bizim Biləsuvar rayonunda 21 tikin şəhidimiz var ki, onların məzarı yoxdur və ərazi üzrə döyüşlərdə şəhadətə uzalıb, sadəcə məzarları bilinmir. Ananın sözünə mən şərik olaraq bir məsələni deyim ki, çox çətindir. Ana üçün ümumiyyətlə çox çətindir. Amma görürsən ki, ana hələ də ümidini itirməyib. Dövlətimiz güclüdür, çox güclüdür dövlətimiz və bu günləri 44 günlük vətən müharibəsi, qisas əməliyyatı, antiterror əməliyyatı və bu əməliyyatlardan, döyüşlərdən sonra torpaqlarımız tam bütövləşdi və bu günləri Mehman və Mehman kimi birinci Qarabağda, ümumiyyətlə vətən müharibəsinə qədər nə qədər şəhid olan qardaşlarımız var ki, onların hər birinin ruhu şaddır. Baxın, artıq Qarabağda abadlıq işləri gedir və bu günləri o torpaqlara Müzəffər Ali Baş Komandanımız hər dəfə ayaq basanda oradan şəhid ailələrinə, qazilərə mesaj göndərir ki, sizin canınızla, qanınızla alınmış torpaqlardayım və şərəfsiz keçidirin. Mehman qardaşımız 93-cü ildə, 94-cü ildə üzr istəyirəm, Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib və itkin şəhid hesab olunur. Sadəcə olaraq itkin o mənada ki, məzarı bilinmir, ona görə itkindir. Amma qəhrəmanlıq nümunəsidir şəhidlik. Şəhidliyin insanın ən böyük, belə deyək, arada deyirik, hansısa medalla, hansısa ordenlə təltif olunur, amma şəhid adı ən böyük ordendir, medaldır. Onun bir aksioması yoxdur. Çox söz danışmaq olar, çox söz demək olar. Amma bir məsələni deyim ki, yenə deyirəm, ananın yanında danışmaq çox çətindir. Çox çətindir, amma məsuliyyətlidir, şərəflidir. İnşallah ana bizim 21 itkindən bir nəfər, təkcə bizim rayondan bir nəfər oldu. Respublika üzrə hər dəfə tapılır, aidiyyət üzrə analiz verilir dövlət tərəfindən. Dövlət o işlə məşğuldur. Yəni sizin özünüzlə məlumat var, dəvət olunubsuz. Müəyyən məsələlərlə bağlı söhbətlər olunub, danışıqlar olub. Və birin göndərilə dəfn elədik. O anada, onun haqqında dedi ki, biz artıq rahatıq ki, biz artıq bilirik ki, ən azından məzarı var. Və ana inan ki, bizim yenə deyirəm, dövlətimiz güclüdür, artıq torpaqlar bizdədir və dövlətimiz o işlə məşğuldur. İnan ki, Allahın köməyi ilə bütün həmin məsələlər müsəllərini tapacaq. İnşallah. Biz də rahat olacaq ki, necə ki, digər şəhid məzarlarımız var, gedib ziyarət edirik, ailələrinin məzarlarını ziyarət edirik. Mehman qardaşımızın da inşallah ziyarət eləyəcək. İnşallah. Başınıza dönərəm. Allah qurbanımızı qəbul eləsin. Amin. Qəbul eləsin. Sən qəhrəman anasan, biləsən onu.
Bunu söz xatirinə demirəm. Hər kim işidir, hər bir ananın, atanın işidir. Övlad yetişdirə və vətən yolunda dövlətimizə, vətənimizə, elimizə əmanət eləyər. Sən o analardansan. Allah səni və sənin şəxsində... Söylürəm, uca bayrağına baxıb yaşayıram, yoxsa yaşamazdım. Bəli, Allah Xanı Şəmili də rəhmət eləsin ki, Xanı Şəmili də qəhrəman kişilərdən idi. Özünü tanıyan kişilərdən idi. İbadət əhli idi. Və hər sözündə, hər kəlməsində bir məna var idi, bir kəramət var idi. Həm də biz dostuyuq o kişi ilə. Sadəcə olaraq Allah ömür vermədi kişi məsləhətinə, amma inan ki, yenə deyirəm, dövlətimiz çox güclüdür və o işlərin həyata keçirilmənin hər birinin öz yoluna qoyulacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Şəhidlərimizə xəstə canım qurban, hamısına Allah rəhmət eləsin. Bütün şəhid qardaşlarımızın ruhu, məqamı, məramı ucadır. Qazilərimizə can sağlığı versin. Müharibədə iştirak edib, döyüşdə iştirak edib, əziyyət çəkən döyüşçü qardaşlarımıza, müharibə veteranlarımıza can sağlığı versin. Amin. Azərbaycan ordusunun zabitin, əskərin qorusun. Amin. Allah baş komandanımızı qorusun. Amin, amin. Bu günləri şəhidlərimizin, qazilərimizin, veteranlarımızın, hər bir vətəndaşımızın əziyyəti ilə artıq torpaqlarımız azaddır. Və bu günləri Şükür. hər bir, bax bugün bu sabitlikdir, fikir versən ana, sağımızda müharibə gedir, solumuzda müharibə gedir, amma bizdə sabitlikdir. Bu sabitliyi bizə yaradan, bax mehman və mehman şəxsində olan qəhrəman şəhid qardaşlarımızdır, qazilərimizdir, döyüşçülərimizdir. Azərbaycan xalqının hər bir nümayəndəsidir, hər bir əziyyəti ilə töhfə verir dövlətimizin güclənməyinə, var olmasına. Bax, bir söz deyim sizə, Fərhad da işıqlamıdır, o sahədədir. Ölkədən kənara, cəmiyyətə çıxanda başımız aşağı idi. Ki, açıq deyirlər ki, torpaq ozu gibi bu, nə danışırsan, sən deyir. Amma bu günləri bizim cənab prezidentimiz dünyada hansı prosesi aparır? Biraz düşüncəli olsa onu görərik. Söz yox, qəbul olmayan insanlar da var, eləməyən insanlar da var. Amma fakt oldu ki, reallıq budur. Allah sənə can sağlığı versin. Amin. Allah ailəyə can sağlığı versin. Boş günlərin şahidi olaq. Allah sənə də o ömür versin, inşallah o günləri sən görəsən. İnşallah. Umud eləyirəm, İlham Əliyeva, Mehriban xanıma, onlara mənim xəstə canım qurban. Allah sənə can sağlığı. İnanıram ki, mənim bu xahişimi qəbul eləyər. Mənim uşağımın cəsətindən bir qatıra mənə tapdırıb verir. Bəhruz, 44 gün, Onun məzarını görüb ölərəm. 44 gün Vətən müharibəsinin şəhidini Rövşən Eynullayevin atası Elşən əmi salam deyir. Sağ olsun. Şəhid anamıza da salam deyir. Elşən bizim 44 günlük vətən müharibəsinin qəhrəman şəhidlərindən birinin atasıdır. Özü də müharibədə döyüşüb, 1-ci Qarabağda əziyyət çəkən uşaqlardan. Salam deyir. Salam söyləyirəm. Əlbəttə bu günləri olduğumuz ev, olduğumuz ocaq şəhidimiz Mehman Xanışoğlu'nun ocağıdır. Allah belə deyək, ruhun şad eləsin. İnşallah məzarı vətəni Biləsuvarın Əsgərabad kəndində olar. Biz də gedib ziyarət eləyərik. Anasına da Allah ömür versin. Anasına da ömür versin. Anamız da əllərindən öpüb qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Var olasın. Təşəkkürlər.